Deməli, gəlin belə bir misalın izahına baxaq. Biz burada kök altında 6-dan təqribi qiymət çıxarda bilmirik ki, ondan 2,5 çıxanda modulun işarəsi mənfi mi eləyir, müsbət mi eləyir? Ona görə nə edirik? Ən rahat yolunu deyirəm. Kök altında 6-ını saxlayırıq. Kök altında 2,5-i kvadrata yüksəldirəm. Eləyir 6,25. Digərini də elə yazırıq. Modulda kök altında 6 çıx. Kök altında 2,3-ün kvadratı bizə verir 5,29. İndi kök altında 6-dan kök altında 6-dan %25 çıxanda bizə mənfi verir. Modulun işarəsi də mənfi verirsə, biz bunu nə edirik? Elə bil, yerlərini dəyişdirib yazırıq. 6,25 bizə verir müsbət. Yəni yerlərini dəyişdiririk deyə 6,25-dən kök altında 6 çıxıb yazırıq. İndi 6,25-i mən burada sizə göstərmək üçün yazmışam. Onu 2,5 şəklində yazıram. 2,5 çıx kök altında 6. Üzərinə gəlinsin. Kök altında 6-dan da 5,29 çıxanda bizə elə modulun işarəsi müsbət verdiyinə görə olduğu kimi çıxardırıq. Kök altında 6 çıx. Bunu da özüm yazdım. 2,3-dür. Çıx 2,3. Aha. Mənfi kök altında 6 ilə müsbət kök altında 6 çıxdı. Getdi daha doğrusu. Qaldı 2,5 çıx 2,3. 2,5-dən də 2,3 çıxanda bizə verir 0,2. Ona görə də doğru cavab variantı C variantı.